Hər vaxtınız xeyir olsun. Günün ənənəvi olaraq hava haqqında məlumatları diqqətinizə çatdıraraq qeyd eləyək ki, bugün oktyabrın ilk günüdür və oktyabrın 2-sinə olan hava haqqında məlumat isə belədir. Belə ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək. Lakin səhər bəzi şəhər ətrafı ərazilərdə qısa müddətli az yağış yağacağı ehtimal edilir. Şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 14-16 dərəcə isti, gündüz isə 18-21 dərəcə isti olacağı gözlənilir. Azərbaycanın bölgələrində isə arabir yağış yağacağı, şimşək çaxacağı ehtimal edilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə isə qar yağacağı gözlənilir. Bəzi yerlərdə arabir duman olacaq. Şərq küləyi isə bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu isə gecə 13-16 dərəcə isti, gündüz isə 17-21 dərəcə isti olacaq. Dağlarda isə gecə 4-8 dərəcə isti, gündüz isə 10-15 dərəcə isti olacağı proqnozlaşdırılır.